İnşallah. Buyurun. Hər birinizi salamlayıram, qonaqlarımıza da xoş gəldiniz deyirəm. Hər birinizi görməyimə çox şadam. Bugün Aslan müəllimin, rəhmətli Aslan müəllimin anım günüdür. Yəni, bugün ümumiyyətlə noyabr ayında ad günü olanları təbrik edirəm. Aslan müəllimin də o cənnətləriyi ad gününü təbrik edirəm. Yəni, çox heyif ki, elə bir insanı itirmişik. Mən şəxsən qrupa gələndə Aslan müəllim yəni dünyası dəyişmişdi. Yəni onu mən qeyabı görməmişəm. Elə qrupda məsəl üçün anım günləri olanda, qrupda məsələn Aslan müəllimin şeirlər həsr olunanda belə tanış olmuşam və çox rəğbətim o insana qarşı çox artıq söz nəsil mənasında. Şeirlərində məsələn insanlara ona qarşı hörmətindən çox bilinir ki, Aslan müəllim bu dünyada olanda hörməti qazanıb, bu hörməti, bu rəğbəti qazanıb. Allah ona rəhmət eləsin, qəni-qəni. O dünyada Allah onu cənnətli eləsin. Yəni, söz adamları doğrudan da ölmür. Söz adamları öz şeirlərində yaşayır. Söz adamları başqa insanların onu həsr edən şeirlərdə yaşayır. Qənirə xanıma da deyirəm ki, yəni o bizim də ürəyimizdə yaşayır. Sizlə bir yerdə o bizim də yaxınımızdır, bizim də yoldaşımızdır və qohumlarına da təskinlik verirəm. Yəni ki, bu insan səbir verirəm, bu insan bizim üçün ölməyib, rəhmətə getməyib və həmişə bizimlə yaşayacaq. Yəni, Allah rəhmət eləsin deyirlər. Və bir də mən bu günləri bizim məclisin adı havasına uyğun olan bir şeirimi oxumaq istəyirəm. İllər, təəssüf etmə heç, keçən günlərə. İllər ömrümüzə düşən işıqdır. Heyf olsun söyləmə ötən illərə, yanlış da ömrə bir yaraşıqdır. Günlər aya dönür, ay ilə dönür, illər də çoxalır, bir ömür olur. İnsan gah ağlayır, gah da ki gülür, böyüyür, yaşlanır, nur ilə dolur. İllər ömrümüzü uzadan yoldur, hər təzə il gələndə qocaldım demə. İllər yadda qalan əməllə boldur, il ilə cavandı, yox oldu yenə. Ömürdən yarpaq tək düşsə də belə, illər ömrümüzün gələn səsidir. Gələn bu neməti verməyək yelə, ömür insanların xəzinəsidir. Ömür insanların xəzinəsidir.